Həyat çox vaxt bir səyahətə bənzədilir və bu kifayət qədər doğru bir bənzətmədir. Uğurlu olun və ya sadəcə idarə edin, hər qərarımız və hər anımız bir imtahan kimidir. Etdiyimiz hər seçim bizi müəyyən bir yola yönəldir. Buna görə də həyata diqqətli bir müşahidəçi olmaq həyati əhəmiyyət kəsb edir. Digər insanları və onların seçimlərini izləyərək həm ağıllılardan, həm də səhv edənlərdən çox şey öyrənə bilərsiniz. Bir müdrik insan haqqında belə bir hekayə var. Bir gün bir ağacın altında oturarkən insanlar ona necə bu qədər ağıllı oldun deyə soruşdular. Müdrik insan, axmaqlardan öyrəndim. Onların seçimlərini müşahidə edərək və onların səhvlərini təkrarlamaqdan çəkinərək deyə cavab verdi. Bu, hamımız üçün keçərlidir, hər an bir dərs ola bilər. Bu, müdrikliyə aparan qısa yoldur. Unutmayın, hər şeyi öyrəndiyinizi düşündüyünüz gün, inkişaf etməyi dayandırdığınız gündür. Dərs 1. Hər şey müvəqqətidir, yaxşı və pis vaxtlar qaçılmaz olaraq müvəqqətidir. Həyat gözəl olduqda bunu tam şəkildə qəbul edin və şükür edin. Çətinliklər ortaya çıxdıqda isə sakit olun və onlarla üzləşin. Ən gözəl günlərin belə bir gün sona çatacağını unutmayın. Hissləriniz sizi sarsıtmağa başladıqda qətiyyətli qalın və açıq bir zehinlə davam edin. Dərs 2. Həyat ədalətli deyil, həyat bizə müxtəlif şanslar təqdim edir. Bəziləri üstünlüklərlə başlayır, bəziləri isə çətinliklərlə. Ancaq şəraitinizi dəyişdirmək məsuliyyəti nəhayət sizə düşür. Arzuladığınız həyat çox vaxt çətinliklərin o biri tərəfindədir. Əgər xoşbəxtliyi axtarırsınızsa, narahatlıqla mübarizə aparmağı öyrənməlisiniz. Şikayət etmək əvəzinə hərəkətə keçin. Bunlar dözümlü və uğurlu bir insan olmağın əsas təməlləridir. Dərs 3. Risk etmək lazımdır. Həyatda ən böyük risk heç risk etməməkdir. Uğurlu insanların əksəriyyəti hərəkət edərək olduqları mövqeyə çatmışlar. Dəyərli olan şeylər çox vaxt müəyyən bir risk tələb edir. Məsələn, maraqlandığınız biri varsa, onunla söhbətə başlamalısınız. Bu, qorxulu görünə bilər, lakin tanışlıq dünyasında və ya karyera dəyişikliklərində uğur qazanmaq üçün risk etməlisiniz. Seçim sizin, riski qəbul edin və həqiqətən yaşayın. Dərs 4. İndinin gücü çoxumuz keçmişdə və ya gələcəkdə yaşamağa meyilliyik. Lakin bu sahələrdə qalmaq zərərli ola bilər. Gələcək üçün planlaşdırmaq təbii olsa da, indiki anınızı kölgədə qoymasına icazə verməyin. Gələcəyə dair düşüncələriniz sizə yol göstərə bilər, lakin orada ilişib qalmamalısınız. Eyni şəkildə keçmişdə yaşamaq da sizi irəliyə aparmaz. Həqiqətən vacib olan indiki anda yaşamaqdır. Hər günü ən yaxşı şəkildə yaşamağın açarı məqsəd sahibi olmaqdır. Dərs 5. Həddindən artıq düşünməyin tələləri böyüdükcə hər şeyi həddindən artıq analiz etməyə meyilli oluruq. Məsələn, kimsə sizinlə sağollaşmadıqda dərhal sizin haqqınızda mənfi düşündüyünü güman edə bilərsiniz. Halbuki bu düşüncələr çox vaxt həqiqəti əks etdirmir. Həddindən artıq düşünməyə qarşı ən təsirli həll hərəkətdir. Özünüzü düşüncələr içində itib batmış hiss edirsinizsə, nəsə edərək bu vəziyyətdən çıxın. Dərs 6. Xoşbəxtlik şəxsi bir seçimdir. Xoşbəxtlik yalnız sizin verə biləcəyiniz bir qərardır. Çox vaxt xoşbəxtlik daxili bir mənbədən qaynaqlanır və bu hisslərinizə nəzarət edə bilirsiniz. Xoşbəxtliyiniz üçün başqalarına güvənməyin. Məsələn, bir münasibətə girdikdə partnyorunuzun xoşbəxtliyinizin yeganə mənbəyi olmasını gözləsəniz, adətən məyus olarsınız. Xoşbəxtlik gündəlik bir seçimdir və bu düşüncə tərzini inkişaf etdirmək üçün sosial mediadan uzaqlaşmaq faydalı ola bilər. Sosial media insanları bir araya gətirməyi vəd etsə də, çox vaxt qısqanclıq və narazılıq hisslərini artırır. Dərs 7. Tutqunu təqib et və karyeranı yaxşı seç. İş həyatınızın vacib bir hissəsidir. Buna görə də tutqularınızı izləmək və karyeranızı yaxşı seçmək vacibdir. Məsələn, proqramlaşdırmanı sevən biri çətinliklərlə qarşılaşsa belə birdən-birə inşaat mühəndisliyinə keçməməlidir. Bu cür dəyişikliklər adətən uğursuzluğa aparır. Karyeranızda və şəxsi həyatınızda sizi xoşbəxt edən sahələrə diqqət yetirin. Dərs 8. Zəkanız ən böyük yardımçınız və rəqibinizdir. Həyatınızın memarı sizsiniz. Uğurlarınızı və ya çatışmazlıqlarınızı başqalarına yükləyə bilməzsiniz. Düşüncələriniz uğur qazanıb qazanmayacağınızı müəyyən edir. Zəkanızı ömür boyu ən böyük dəstəkçiniz olacaq şəkildə inkişaf etdirin. Özünüzə olan inamınızı artırın və bu inam uğura gedən yolda sizə bələdçi olsun. Unutmayın, həyat dəyərli bir hədiyyədir. Ömür boyu tələbə olaraq qalın və bu həyat dərslərini erkən tətbiq etsəniz, yəqin ki peşman olmayacaqsınız.